indi sənin canını alım. Onu istəyirsən. Mən zaten sənin canını aldırmamışam elədiklərinə görə. Mən hər şey keçib sağ demişəm ki, çöl altından get bir tikə çörəyini yiyəsi ol. Bu qabağında sən sağ olun budur ki, mən çəkdirəm kənara qoy istənə qədər döyürsün. Mən demirəm ki, çəkim. Mən polisdən mən polisə vermək istəmirəm. Sən nə eləyirsə eləsin, bir gün onun cəzasını çəkir. Söhbəti yox. Bizə səni cəzalandırmırıqsa, o demək deyil ki, sən gedib xanım bəy kimi gəzə bilərsən özün üçün kesinən. Mən yenə deyirəm, polisə verə bilmərəm. Mən Teymurdan çəkinirəm. Bu heç də yox, gəl qapının ağzında mənə elə söz dedi ya ki, mən onda gəl o məktəbə gəlməyim. Ay yox, valla yox. O gecə ilə mən apararlar. O balaca adam bilməyin. Ay baxan, valla hə. And içi, valla tanımırsınız. O balaca adam deyil, elə yerdə onun əlaqələri var ki, valla bilmirsiniz. Öyle görə harada əlaqələri var? Valla var da. İndi hər adam deməyəcək ki, mənim əlaqəm var. Yəni tanıyanlar bilir də. Gəlib tutsalar, eləsələr, Teymur bunu boş buraxacaq. Sizcə məni sağ buraxacaq. Başa düşürsünüz. Yəni Teymurun əlində sənin əlində alıb. Nə olsa arvadını tuturam axı. Arvadından qarşı şey vermişəm axı. Ona görə. Mən səni tutdururam. Və haqqı sənə. Hə, necə verir? Yaxşı verin bərədə. Deyərəm polisə ki, mən Lalədən şikayət edirəm. Mən yenə deyirəm, açıq özümü qorumaq istəyirəm. Yenə deyirəm, uşağım var. Mən kasıb adam, özü kirayədə qalan adamam. Mən neyim var? Mən durub çöllərdə ora dağıtıldım, bura dağıtıldım. Ona görə deyirəm, afaxanım. Biz də demişdik ki, Svetan dəstəsinə qoşul, ağzına gələr bizim haqqımızda ya. İndi oldu da, neyiniyim indi? Sən mərkəbin qabağında kim qoruyubdur? Sən parçalayarlar əllərinə versən. Ona görə gəlib burada mənə nağıl danışma da. Mən səni ancaq bir cür qoruya bilirəm. Sənin özündən şikayət edirəm, gəlib səndən izahat alırlar və səni də eləyəcəyim o qədər olur ki, mən də xahiş edərəm ki, sadəcə gəlib izahatını burada alın. Yaxşı. Sən də özünü müdafiə eləyəcəksən ki, mən paylamamışam, Mirani fayda etsin. Yaxşı. Tutub get. Oldu.